Sən heç vaxt uğurlu ola bilməyəcəksən, sən heç vaxt nəticəni əldə edə bilməyəcəksən. Əgər sən ideal şansı gözləyirsənsə, elə bir şans yoxdur. Gözlədikcə heç nə gəlməyəcək. Qorxuya doğru getməlisən, ağrını sevməyi öyrənməlisən. Onunla dost ol, sirdaş ol. Mənə də bəzi hallarda qorxulu olur. Mən də bəzi hallarda ideal vaxt gözləyirəm. Misal üçün bu videonu çəkirəm. Bu videonu vallahi mən bir il bundan qabaq çəkməli idim. Mənim ssenarimdə bu video bir il əvvəl var idi. Ona görə də bu video ilk öncə özümə xatırlatmadır, sonra isə sizlərə. Mən həmişə ideal zaman gözləyirdim. Gözləyirdim ki, pul yığım, falan şey edin, ssenari yazım, studiya ilə danışım və s. Və ona görə düz bir il gecikdim. Sözümün canı odur ki, mənə də çətin olur, mənə də ağrılı olur. Amma uğura aparan yol məhz budur. Və bundan başqa bir yol yoxdur. Ağrılardan, çətinliklərdən keçirsən və təcrübə qazanırsan. Bəzi hallarda düşürsən, bəzi hallarda ucalırsan. Ondan sonra yenidən yıxılırsan və yenidən qalxırsan. Həyat bundan ibarət. Ən azı digər insanlara və digər şirkətlərə bax. Fərq yoxdur Amazon, Apple, Nike və digərləri. Onlarda da ağrı olur, onlarda çətin olur, onlarda düşürlər və onlarda qalxırlar. Amma onları və sizi, məni fərqləndirən nədir? Fərqləndirən odur ki, onlar düşdükdən sonra qalxırlar və çabalaya-çabalaya irəli getməyə çalışırlar. Amma biz bir çətinliyi görən kimi fısırıq.